Salam, ümid edirəm ki, hamınız yaxşısınız. Yeni bir vloqa başlayırıq. Bugün mənim iş günümdür. Vloqa buradan davam edəcəyik. Ümid edirəm maraqlı bir vloq olar. Deməli, evdən çıxanda tələsirdim deyə tuj vurmadım da, unutmadım, vurmadım. Tuj atdım sumkama ki, yol vuraram. Gəb, şəladən güzgü istəyirəm. Güzgün vit fasonuna baxın siz Allah, necə çirklidir. Ortasını da çək. Deyir ki, sən yox edin deyə güzgün bu gündədir. Verən kimi özünü sığortalayıb, deyir, sən yox edin deyə güzgü bu gündədir. Gələn gedən əl vurub, gələn gedən əl vurub, nəysə. Tujumuzu vuraq, işə hələ var, çay içək, nuş eləyək. Şəlalənin qeybətləri yığılıb. Bilmirəm, sizdə də belə olur ya yox, amma məktəb vaxtından bəri mən nə vaxt məktəbə ya da işə getmirəmsə, həmin günü elə olmadığım o ünvanda çox maraqlı şeylər baş verir. Bu həftə də elə həmin həftələrdən idi. Deməli, baxın, burada bir dəyişiklik var mənim yoxluğumda. Burada mən oturam, bunu bilirsiniz zaten. Sabina iqruşkalarını oradan bura gətirib. Bu oyuncaqların hamısının adı var. Mən hansı idim? Mən də bu pandalardan biriyəm deyəsən. Daha sonra isə mən nahara getməli idim. Burada fikir verirəm ki, saçlarım nəsə o qədər də ürəyimcə deyil, bilmirəm. Əslində güya ukladka eləmişəm uzun müddət sonra. Nəsə o deyil amma. Nahara isə ilk dəfə biznes luncha gəlmişdim Friday-də. Buranın biznes lunchu mənə çox maraqlı idi. Instagramda gördüm, elə gəldim. Çox əla idi. Daha sonra yenə də işə gəldim. Burada sizə yeni aldığım köynəyi göstərim. Bu arada Türkiyədən aldığım bütün geyinlərdən ibarət bir video hazırlamışam və həmin videonu Instagramda bölüşmüşəm. Orada girib mənə takib atıb baxa bilərsiniz. Bu da yeni aldığım aksessuardır. Və mənim iş günüm bitdi. Əslində bu gün çox qısa çəkdim, bilirəm. Sadəcə işim o qədər çox idi ki, məzuniyyətdən təzə qayıtmışdım deyə. Ona görə də başım çox qarışdı. İndi də işiniz gəldi, məni işdən götürdü. İndi bir yerdə bir neçə alış-veriş eləməliyik. İstədim onlar da sizin üçün vloglayım, bəlkə maraqlı olar. Deməli, gəlmişik 28 Volda bir mağazaya, hansı ki idman geyimlər və s. satırlar. Burada belə idmana yazılacağımız üçün yoldaşımla özümüzə belə idman paltarları seçirik. Baxın, mən bunu götürdüm. Bir dənə uzun belə köynəkdir. Altına belə bir crop götürdüm. Çünki yan tərəfləri böyütmə açıq olacaq. Belə bir şey. Və yenə də altına məndə belə uzun tayt var deyə belə şortik formalı götürdüm. Yoxlayım, görün necə olacaq. Həm yoldaşım, həm də özüm bir neçə idman geyimi aldıq. Burada qiymətlərə təxmini baxa bilərsiniz. Məncə olduqca münasib qiymətə, yüksək keyfiyyətdir. Yenə istifadədən sonra da öz fikirlərimi sizinlə bölüşəcəm. Daha sonra isə metroya düşdük. Bu probkada ancaq metro insanın köməyinə çatardı. İndi deyəcəksiniz ki, siz oradan ora hoppanırsınız, buradan bura. Deməli, indi gəlmişik Atatürk parkına və kofe etmək istəyirik. Çünki mən biraz acımışam, amma hələ sport ayaqqabı da almalıyıq. Deməli, Atatürkdə belə bir yeni kofe shop açılıb, Garden Cup. Gerək burada nə kofelər var. Çox şirin bir məkandır, keçən və görmüşdük. Dedi, indi dadına baxaq. Xeyir olsun. Bu məkana ilk dəfə girmişdik, amma çox şirin məkandır. Yəni nə vaxtsa işləmək istəsəm, çox sakit məkanlardan elə məhz buranı seçərəm. Normalda kofe shoplar biraz səs-küylü olsa da, burada çox sakit musiqi var idi və insan əsl işləmək istəyirdi burada olanda. Və burada hətta belə cürbəcür cheesecake-lər, şirniyyatlar, muffinlər, kruasanlar belə var idi. Görə kofesi necədir? Deməli, bilmirəm, bu kofe shopda olan varsa mütləq şəkildə rəydə öz fikrini bildirsin. Bu arada mən heç vaxt salted karamel içməmişəm. İlkimdir bu mənim. Görüm necə dadır. Bu küləkdə də soyuq kofe içməzsən də vəsalə, nəysə. Dadı çox maraqlıdır, amma deyəsən sevdim. İndi axırına qədər içim, onu da biləcəm. Bilirsiniz necədir? İlk qurtmalanda boğaza duz hissi gəlir, amma sonra şirinləşir. Çox belə fərqlidir. Gəlsən iç bax dadına. Nə şəkil? Dadı biraz. Burada işıq nə pis deyib. İşıq çox pisdir, amma yenə də deyəcəyimi deyim. Ümid edirəm küləkdə məni eşidirsiniz. Salted karamel lattedir. Biz əslində frappe istəmişdik, amma qaymaqları 5 dəqiqəyə çatacaqdı deyə biz də salted karamel latte götürdük. Eniştəniz də bəyəndi, mən də çox bəyəndim. Mütləq yoxlayıyorum. Daha sonra düşündük ki, elə hazır alış-veriş eləmişkən Atatürkdə yerləşən institutə gələk. Buradan da lazımı ayaqqabıları özümüzə alaq.
Ümumi modellər həddən artıq çoxdur. Baxın. Belə. Və burada bütün markaların demək olar ki, ayaqqabıları var. Mən bunu bəyəndim. İndi bir bunu yoxlamaq istəyirəm. Bir də mən keçən səfər bura gələndə sizə başqa bir ayaqqabı bəyənmişdim, amma o indi qutarıb, yoxdur. Bir də bunu bəyəndim. Bunu yoxlayacağım. Deməli belə. Biri bu. Mən də bu videoya baxanda artıq seçmiş olacağam. Siz hansını seçmişəm. Biri də bu. Hansı da qəşəng. Məncə bu biraz daha incə göstərir, amma bu çox rahatdır. İndi isə eniştənizə krosovkaya baxırıq. Çəkəcəm. Deməli, belə bir ayaqqabı bəyəndi. O da sadəcə altı belə deyildi. Hara getdi o ayaqqabı? Hə, de budur. Bu ayaqqabımı bəyəndi. İndi bunu yoxlayacaq. Bu da Uspanındır. Uspalonun. Bu indirimdədir. En geçen bu yazı. Hə, çox cool görünür. Bunun şeklini çekin. Nə qəşəngdir bu ayaq səsi. Çox qəşəngdir həqiqətən. Baston kimi də Kəmran. 70 manatdır yoksa? Hə, 70-dir. Siz Allah mənim vid fasonuma baxın. Bütün külək məni nə günə qoyub. Amma utanmadan, çəkinmədən də belə video çəkirəm. Bu arada gözümə baxın, bütün qara siyahıdır. Toz necə gözümün içinə girdisə, bütün yol boyunca da belə elədim. Güclə bir təhər çıxartdıq. Yəni çıxartdım daha doğrusu. Prosta bütün gözüm, başım axdı, amma nəysə. Analar, bacılar, gəlin bir yerdə necə deyərlər, bu tıqqa-tıqdan eləyək. Hansı ayaqqabımı seçdiyimi ümid edirəm düzgün tapmısınız. Hansı ayaqqabını seçdiyimi buna baxmamış rəydə yazın. Sonra görək düzmü tapmısınız yoxsa səhvmi tapmısınız. Deməli bu marka ümumiyyətlə InStreetdə satılan markalardan biridir. Uspadır, bu markadır, sonra bir neçə marka var. Reeboksdur. Yəni bu markalar InStreetdədir və orijinaldır. 100% orijinallığı var. Narahat olmayın. Əgər almaq istəsəz ən uyğun qiymətə zaten bu ayaqqabıları InStreet satır. Yəni mən ondan uyğun qiymətə görməmişəm. Belə, deməli, da-da-da-dam. Bacınız baxın, bu ayaqqabını seçmişəm. Çox qəşəng ayaqda oturuşu var idi. Orada da dedim ki, çox incə, zərif durur ayaqda da. Belə bir krosovka seçdim. Ümid edirəm ki, siz də bunu seçdiniz və ümid edirəm ki, siz də bunu mənə yaraşdırdınız. Yenə də fikriniz maraqlıdır. Mənə mütləq şəkildə öz fikirlərinizi bildirin. Eniş tənzində onsuz da ayaqqabısını gördünüz. Bir də belə göstərim sizə. Bu isə Uspadandır. Uspanın öz markasıdır. Deməli, yayda bu arada çalışdığınız qədər hava keçirən krosovkalar seçin. Çünki həqiqətən də bu çox önəmlidir. Baxın, bu ayaqqabı da belə görünür. Belə. Bunu da çox bəyəndim. Bunu mən seçdim Kəmran üçün. O da elə ayağını geyinən kimi bəyəndi. Özüm üçün də Kəmran seçdi. Biz bir-birimizə seçmişik deyəsə ayaqqabı. Bir də sizə paketdən bunu göstərmək istəyirəm. Əslində rajok təbii ki, daha münasib qiymətə hər yerdə var. Bəlkə də 2 manata, 1 manata belə rajok var. Sadəcə olaraq biz belə deyək də ağlımıza heç gəlmədi ki, bizim evdə rajok yoxdur. Keçən səfər nənə gəlmişdi bizə, Kəmranın nənəsi. O dedi ki, sizə rajok alıb göndərəcəm. O da ki, biz dedik, yox əziz çəkməyin, özümüz onsuz alacaqdıq və s. Belə bir rajok gördük orada. 7 manatdır, yəni o qədər də baha deyil. Və bu rajoklar qırılmır. Baxın, nə qədər əysəz də qırılmır. Ona görə də dediyi elə bol olsun, keyfiyyətli olsun və bir müddət getsin. Belə rəngini mən seçmişəm, tünd qəhvəyi rəngdədir. Burada açılmağı gözləyən 2 dənə də paketimiz var. Bu əslində sizə orada modellər göstərmişdim, amma bir də belə gəlin detallı baxaq. Deməli bu xanım qız idmana başlayacaq inşallah. Siz bu videonu görəndə yəqin ki, artıq mən idmana başlamış olacağam. Bu arada arxa fonda divanımızda belə şeylər görə bilərsiniz, amma məni izləyənlər zaten bilir ki, mən divan təmizləmə də çağırdım, bu getmədi. Bunu mən hər həftə sonu, hər 6-cı gün divan başlığı ilə bütün divanı tərtəmiz eləyirəm. Amma yəni bu paltardan keçmə bir şeydir. Gərək mən oturum
əlim şeydə olsun ancaq, o difti aparatında olsun və durmadan ancaq əlim. Onu da ancaq qonaq gələndə üzdən eləyirəm. Nə getdi bu. Yəni ona görə də cehiz alacaq qızlara indidən tövsiyə edirəm ki, bu material, baxın, görürsüz də tam olaraq aydın şəkildə material. Bu material və ağ rəngdə divan almayın. Mən çox həvəslənmişdim ki, mənim evimdə hər şey ağ olsun. Mənim evimdə bu materialı ala bilərsiniz. Tünd alsanız bəlkə də görünməyəcək. Amma ağ rəngdə o qədər bilinir ki. Nəysə, gələk geyimlərə. Deməli, belə bir uzun mayka tipli bir dənə köynək almışıq. Bu arada bu marka 28 moldadır və çox münasib qiymətlidir. Məsələn, bu maykanın qiyməti 27 manat idi. Çox yaxşıdır, yəni qiymət, keyfiyyətlidir ən əsası. Sonra belə bir altdan geyinməyə krop almışam. Əslində mən gah M geyinirəm, gah L geyinirəm. Yəni özünüz də bilirsiniz ki, mən biraz tontiş qızam. İnşallah arıqlayacağam. Hə. Deməli, L almışam bunu ki, çox da bədənimə yapışmasın. Bir də belə şort almışam. Bu arada bəlkə deyəsiniz ki, bu şortik nəcəb. Biz yoldaşımla ayrı-ayrı gedəcəyik. Necə? Yəni məsələn bir idman zalına gedəcəyik, amma qadın, kişi ayrı olan zallara belə qərar verdi. Əslində birinci istəyirdik ki, eyni anda gedək. Sonra dedik ki, yox, lazım deyil. Problemlər yaşaya bilərik, nə bilim, narahat qala bilərik. Yəni o məndən narahat qala bilər ki, hara getdi, hardan gəldi, hardan idman etdi, necə oldu ora-bura. Həm də ümumi zallarda kişilər daha çox olur, mən elə gəlir. Ona görə də dedik ki, ən yaxşısı sən qadın zalına, mən də kişi zalına qoy ürəyimiz rahat şəkildə idmanımızı eləyək. Belə, hələ ki belə qərar almışıq. İndi bilmirəm, sonradan bəlkə yenə də ümumi zala keçərik. Gəlin marketdən də aldıqlarımı göstərim. Deməli, belə bir dənə Doktor Milk'dan qatıq almışam. Sonra belə bir ketçup almışam. Və bir dənə də barbekü sos almışıq. Bizim süfrənin ümumi məbləğ isə 9 manat 33 qəpik elədi. Bu qədər. Növbəti gündən salamlar. Burada barmaqlarımın ucunda evdən çıxmağa çalışıram. Çünki Kəmran yatıb. Onun məzuniyyəti hələ davam edir. Amma mən işə gedirəm səhər tezdəndən. Nəhayət evdən çıxa bildim. Həmin gündən çox az kadr çəksəm də silməyə əlim gəlmədi. Ona görə dedim ki, qoy elə bu videoya əlavə edib, heç nə olmaz. İstanbuldakı şirniyyatların belə necə deyərlər? Nə deyirlər? Dadından, ləzzətindən sonra. Hə, dadından, ləzzətindən sonra Kəmranın ürəyi dəhşətli dərəcədə səsim tutuldu. Qazandibi istədi. Mən isə sütlac istədim. Ona görə də indi sifariş vermək istədi Voltdan. Əslində 1 saata çatacaq, amma heç olmaz deyib sifariş edirik. Çünki dəhşət ürəyimiz istəyib. Deməli, sifarişimiz gəldi. İnanırsınız 1 saat yazmışdı, amma hardasa yarım saata falan gəldi. Görək necə gəlib. Sütlacın biraz vəziyyəti. Üstü sadəcə qopub. Əslində onlarda bir şey deyil, normaldır. Bu isə kazandibinin vəziyyətidir. Əsas dadlarda vəziyyətini boş verin. Çünki motosikletlə gəlib, yəni maksimum nə qədər yellənməyə bilər deyə düşünürəm. Belə, çay qoyum. Daha doğrusu qoymuşam artıq. Dəmliyim. Dadına baxaq, fikirlərimizi bildirərik. Hamıya salam. Deyirəm ki, yaxşısınız. Mən düzünə qalsı havanın gələnə qədər çox yaxşı idim, amma havanın gələndən sonra yaxşı oldum. İndi işə gedirik bir yerdə. Taksidən düşdüm. 2 saatdan düşdüm var. Onu da yeniyim. Yine də yağış yağır. Şəlalə ilə Sabina məni gözləyir. Səhər yeməyi üçün məni öldürəcəklər. Amma neyiniyim? Valla vaxtından tez çıxmışam. Yəni normalda çıxdığım vaxtda bəlkə də 15 dəqiqə tez çıxmışam. Sırf onlarla səhər yeməyini daha çox vaxt ayırım deyə. Yenə də indi yağış yağdı. Ben neyiniyim? Neyse gelim. Bu arada vlog başlatma səbəbim budur ki, bugün eniştənizlə bir yerdə evimizdə bazarlığa gedəcəyik. Evdə var, heç nə qalmayıb. Ona görə də bu bir market alışverişi vlogudur. Deməli, bu bizim səhər zavtrakımızdır. Mən simitlə opendiri sevirəm. Şəlalə bal yağ sevir. Hər bir şey sevir. Hamının ağız dadına uyğun bir şey hazırlamışıq. Bu dəfə qonağımız Sabina da var. Neyse kızlar, biz yiyək acından ölürəm. Bunların cipsindən olaq mı filmə girəndə? Olar, hə. Əslində bu vlog market vlogu deyə başladılmışdı. Amma təəssüf ki yox. Çox xoşbəxtəm ki, planlar dəyişdi. Market alışverişi sabaha keçirildi və biz bugün yoldaşımla bir yerdə, yoldaşımın son məzuniyyət günüdür və mən də özümü yaxşı hiss edirəm, yorğun deyiləm. Ona görə də bir yerdə gedirik filmə.
gedəcək filmə baxacağıq. Daha sonra isə deməli gedib bir yerdə filmə baxacağıq. Amma ondan əvvəl yemək yeyəcəyik. Çünki filmə hələ çox var. Saat 9-un yarısıdır film. Biz ona qədər yemək yeyib daha sonra filmə keçid edəcəyik və sabahsı gün isə artıq marş alış-verişinə. Əgər videolarımı bəyənirsinizsə, mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın. Ara yerdə reklam eləməsəm olmazdı. Tamam. 9'a 7-8. Okeydir. Deməli, burada Mastercard-la ödəniş eləyəndə indirim olur. 10% səhvləmirəmsə 16 manat idi bizdə, amma 14.40 ödədik. Saat 20-25-ə seans aldıq. Belə. Bu filmi ümumiyyətlə çox tərifləyirlər. Gedək görək necədir. Səncə bəyənəcəyik? Məncə bəyənəcəyik. Görək də. Çıxanda bir də bu videonu güncəlləyəcəm. İndi gedək yemək yeyək. Nə yeyəcəyik? Mən Burger King-dən sifariş elədim yenə də. O isə birinci köftələrə baxsa da daha sonra belə maydanoz dürüm sifariş elədi öz üçün. Hər ikisi çox dadlı idi. Deməli, Ternovadayıq və belə bir futbolkanı çox bəyəndim. Bu S ölçüsüdür. Normalda mənim razmerim S deyil bu arada. Sadəcə bu biraz yəqin ki oversize'dır. Mənə belə S ölçüsü yaxşı oturdu deyə düşünürəm. Limonlu çox qəşəng. Çox sağ olun. İndi filmə gedəcəyik. Yarım saat qalıb və gəlmişik chips almağa. Qaydaları pozuruq olacaq. Əslində biz burada qaydaları pozuruq biraz. Amma heç olmaz. Neyim? Onların da chipsləri çox dadsızdır. Bu eyni chipsin yuxarı satsınlar. Eyb yox. Bir manat bahasına da olsa alarıq, amma qaydaları pozmarıq. Bu okeydir. Bu okeydir məncə. Ən sevdiyim chipsin növü budur. Çox sevirəm bu növünü. Çünki bezmirəm. O birlərin hamısını yeyəndə biraz yeyəndən sonra bezirəm, amma bundan bezmirəm. Deməli filmə gəlmişik, amma bizdən başqa heç kim baxmayacaq. Deyəsən Kamran bağlatdırmısan hə buranı? Düzünlə. Filmin adını aşağıda qeyd eləyəcəm. Film çox uzun müddət davam elədi və biraz axıcı değildi, düz ona görə mən sıxıldım. Və 20-25-də başlayan film 23:05 təxmini belə bitdi. Dəhşət yoruldum. Ay millət, deməli eniştəniz bugün işdən çıxanda məndən sürpriz edib alça gətirib. Bu arada sizə göstərməyi unutmuşam. Yemək çantamın içinə qoymuşdum. Gün boyu orada gəzdirdim ki, axşam gəlib bunu belə limonlu, nanəli, duzlu belə bir qarışma eləyəcəm. Göz haqqınızı halal eləyin. Yəqin ki, mən bu videonu paylaşanda artıq ən azından bir həftə falan keçmiş olacaq. Göz haqqınızı halal eləyin. İnanırsınız, neçə bir uçdu. Neçə vaxtı keşf etdim, ancaq alça görürdüm. Mən turş şeyləri dəhşət çox sevirəm. Ona görə də sağ olsun Kamran belə bir jest edib. Sağ ol kocam, buradan da sənə təkrar təşəkkür edirəm. Belə, neysə, indi burada qab qoymuşam, bıçaq qoymuşam, limon almışıq və indi o qarışımı hazırlayacağım. Deməli, bunu döyüb eləyən də var. Yəni, alçanı əzib, üstündən də limon suyu, nanə və duz hərləyən də var. Hətta, sən vaxtda fikir verirəm, sumaq və pul biber belə tökürlər bəziləri. Amma mən elə sevəcəyimi düşünmürəm. Bir də mən belə tam doğrayıram ki, bir də o çəyirdəyini ayırmaqla məşğul olmayım. Çox dadlıdır. İnşallah mütləq şeydə sizə ən qısa zamanda alça alın və bunu yoxlayın. Əgər hələ də yoxlamamışsınızsa ki, inanmıram. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti vlogda görüşmək üzrə. Hələlik.